Dövlət Statistika Komitəsinin xəbərinə görə bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4658 5 ton kolbasa məmulatları istehsal olunub. Bu göstərici 4-cü ilin eyni dövrü ilə müqayisədə 5-6% azalma qeydə alınıb. Bununla paralel son 2 ayda ölkəyə idxal olunan kolbasa məmulatları 10%-ə yaxın artıb. Bəs kolbasa istehsalının azalmasına səbəb nədir? Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, bizim mediaya açıqlamasında bildirib ki, istehsalın azalmasına səbəb xammalın baha olmasıdır. Məlum olduğu kimi mal ətinin 1 kiloqramının qiyməti 14-17, qoyun ətinin 1 kiloqramının qiyməti isə 18-24 manat arasında dəyişir. Yerli kolbasanın isə 1 kiloqramın ən yaxşı halda 15-16 manata təklif edilir. Göründüyü kimi ətin qiyməti kolbasanın qiymətindən bahadır. Ona görə də yerli istehsal azalıb. Diqqət etmisinizsə, son vaxtlar toyuq ətindən hazırlanan soslərində kolbasaların həcmi artıb. Bu da onunla bağlıdır ki, toyuq əti mal ətinə nisbətən 3, qoyun ətinə nisbətən 4 dəfə ucuzdur. Ona görə də istehsalçılar ucuz xammala görə toyuq ətinə daha çox üstünlük verirlər. Nəzərə alaq ki, kolbasa və sosislər üçün xammal əsasən xaricdən gəlir. Son 2 ayda AQTA xaricdən gətirilən mənşəyi bəlli olmayan əti dövriyyədən çıxardıb. Bu da öz növbəsində istehsala təsir göstərib. Müsahibimiz əlavə edib ki, yerli istehsalın azalması fonunda idxalın artması gözləniləndi. Bir vaxtlar Rusiyadan və başqa ölkələrdən gətirilmiş kolbasa məmulatlarını tapmaq çətin idi. Ancaq indi ən kiçik marketlərdə belə xaricdən gətirilmiş kolbasaların geniş çeşidinə rast gəlmək olur. Bundan əlavə, iri marketlər bir qayda olaraq xarici kolbasalarla bağlı endirim kampaniyaları keçirirlər. İndi istənilən marketlər şəbəkəsində kilogramı 8-10 manata xarici kolbasa məmulatlarına rast gəlmək olur. Bu kolbasaların mənşəyi və uyğunluğu təbii ki, bir ayrı söhbətin mövzusudur. Reallıq odur ki, ölkəyə gətirilən ucuz kolbasa məmulatları yerli istehsalı boğur. Ona görə də istehsal aşağı düşür.